Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 22-si 1-ci ay 1993-cü il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəmoğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Belə ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib. Qeyd edək ki, bu ilin fevralın 8-də Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova küt alətlə qətlə yetirilib. Qadın namaz qılarkən öldürülüb. Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəmoğlu Gürcüstanda saxlanılıb.